Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında elm gününə həsr olunmuş tədbir keçirildi. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Mərkəzi Elmi Kitabxanasının foyesindəki büstü önünə gül dəstələri düzüb, ümumi liderin əziz xatirəsini ehtiramla yad ediblər. Sonra elm gününün fəxri qonağı, Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Professor Fərhad Xəlilovun fərdi yaradıcılıq sərgisinə və Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarının elmi nailiyyətlərini əks etdirən maddi mədəniyyət nümunələrinə, nəşrlərə və rəsm əsərlərinə baxış olub. Ayrı bir problemə. İsti və soyuq rənglər. Bu da nəysə daxili bir dünyanın rəmzidir. Mərasimi giriş sözü ilə açan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısının sərəncamı ilə 2018-ci ildən qeyd edilən elm günü müstəqil Azərbaycan dövlətinin yaradıcı ziyalılara, alimlərə, elm adamlarının xidmətlərinə verdiyi yüksək qiymətin əməli ifadəsidir. Akademikin sözlərinə görə ötən ilki elm günündən keçən bir illik dövrün elm aləmi üçün ən böyük tarixi hadisəsi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 3 noyabr 2025-ci il tarixində Milli Elmlər Akademiyasının 80 illik yubileyində iştirak etməsi və dərin məzmunlu proqram xarakterli nitq söyləməsi olmuşdu. Prezident İlham Əliyevin Akademiyanın 80 illik yubileyindəki tarixi nitqində texnoloji inkişaf, rəqəmsallaşma, süni intellekt və kiber təhlükəsizlik sahəsində qarşıya qoyduğu vəzifələrə də toxunan natiq, elektron hərəkat, rəqəmsallaşma və süni intellektin son 3 ildə Akademiyada həyata keçirilən yeniləşmə islahatlarının əsas istiqamətlərindən birini təşkil etdiyini vurğulayıb. Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə rəqəmsal inkişafa dair dövlət proqramının icrası ilə əlaqədar olaraq Akademiyanın rəqəmsal inkişaf üzrə proqramının hazırlanmaqda olduğunu deyən akademik İsa Həbibbəyli, institutlarda rəqəmsallaşma və süni intellekt üzrə direktor müavinlərinin təyin olunma prosesinin başa çatmaqda olduğunu diqqətə çatdırıb. Struktur islahatlarına da toxunan AMEA rəhbəri Milli Elmlər Akademiyasında 3 il ərzində daxili imkanlar və mövcud ştat vahidləri hesabına 54 yeni şöbə və sektorun yaradıldığını, bunlar sırasında Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı, Qərbi Azərbaycanın tarixi və folkloru, məhkəmə arxeologiyası, müasir Azərbaycan dili və mədəniyyəti, onomastika, türk sənət tarixi və mədəni irsi, türk xalqlarının fəlsəfi, fikir tarixi və müasir fəlsəfəsi, rəqəmsal elm sahəsi və süni intellekt və digər aktual şöbələrin yer aldığını söyləyib. AMEA-nın beynəlxalq əlaqələrinə də toxunan akademik İsa Həbibbəyli, Akademiyanın fəaliyyət göstərdiyi 80 il ərzində ilk dəfə olaraq 4 beynəlxalq elmi təşkilatın, hazırda dünyanın ən böyük akademik təşkilatı hesab olunan Beynəlxalq Elmi Şuranın, Beynəlxalq Tərəfdaşlıq Akademiyasının, Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının və Beynəlxalq Akademiyalar Birliyinin tam hüquqlu üzvü seçildiyini diqqətə çatdırıb. Sonra çıxış edən elm gününün fəxri qonağı Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Professor Fərhad Xəlilov bu əlamətlər günü münasibətilə iştirakçılara təbrik edib, tədbirin yüksək səviyyədə təşkilinə görə akademik İsa Həbibbəyliyə minnətdarlığını bildirib. O, ümumi lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, incəsənətinə və elmin inkişafına göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edib. Bu siyasətin ölkənin mədəni-mənəvi tərəqqisində həlledici rol oynadığını vurğulayıb. Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin Elm və Təhsil Komitəsinin sədri Professor Anar Eskəndərov çıxış edərək Prezident İlham Əliyevin Azərbaycan elminə və alimlərinə hər zaman yüksək dəyər verdiyini bildirib. Daha sonra xalq rəssamı Fərhad Xəlilovun həyatı və yaradıcılığına həsr olunmuş film nümayiş etdirilib. Tədbirdə Azərbaycan Yazıçıları Birliyinin sədri, xalq yazıçısı Anar çıxış edərək elm gününün elmlə yaradıcılığın vəhdətini təcəssüm etdirən əlamətdar gün olduğunu deyib. Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva bildirib ki, müstəqil dövlətimizdə ahəngdar cəmiyyətin qurulması ölkəmizin daimi tərəqqisi işində elmin və alimin rolu böyükdür. O qeyd edib ki, ötən 80 il ərzində Milli Elmlər Akademiyası Azərbaycanda elmin bayraqdarı olaraq elmimizin və bütövlükdə cəmiyyətimizin inkişafında böyük rol oynayıb. Tədbirdə həmçinin çıxış edənlər son illərdə Azərbaycan elminin Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildiriblər. Daha sonra bir sıra alimə mükafatlar təqdim olunub. Bundan başqa elm günü münasibəti və yüksək impakt faktorlu jurnallarda məqalələrin çapına görə 1-ci, 3-cü yerləri qazanan əməkdaşlara sertifikatlar, gənc tədqiqatçılara ilin gənc alimi diplomları təqdim edilib. Həmçinin rəqəmsallaşma və süni intellekt sahəsində fərqlənən AMEA əməkdaşları təltif olunublar. Sonda xatirə şəkilləri çəkdirdi. Leyli Namiq qızı, Ziya Xudiyev, Fərid Həşimov, Elm TV.